Agrosparkın efirində torpağın yaddaşı. Torpağın yaddaşı əsrlər boyu formalaşır. Müasir əkinçilik arasında keçid olarkən torpaq hansı travmaları yaşayıb? Təbii amillərin yavaş-yavaş azalmasını biz görürük. Şəhərsalma zamanı torpaq örtüyü tamamilə yox olur. Urbanizasiya prosesi, yəni insanların şəhərə axını sürətlə çoxalır. Unutmayaq, torpaq bizim keçmişimiz deyil, məhz bizim gələcəyimizdir. Torpaq sadəcə ayağımızın altı deyil, o min illərin yaddaşıdır. Qədim sivilizasiyaların izini, unudulmuş əkinlərin nəfəsini və hətta bizim susqunluğumuzu daşıyan canlı bir varlıqdır. Amma bu yaddaş ağırlaşır. Kimyəvi maddələrlə, istismarla və biganəliklə. Gəlin bu gün torpağın bizə nə demək istədiyini dərindən araşdıraq. Agrosparkın efirində torpağın yaddaşı. Verilişimizin daimi qonağı biologiya üzrə elmlər doktoru Vəfa xanım Qasımovadır. Xoş gəlmisiniz Vəfa xanım. Xoş gördük. Əli. Vəfa xanım, sualımız budur ki, sizcə torpaqlar canlıdırmı? Və torpaqların tərkibində olan mikroorqanizmlər torpağın nəbzi sayıla bilərmi? Çox sağ olun Əli bu suala görə. Baxır biz torpağa hansı nöqteyi nəzərdən baxırıq? Verdiyiniz sual mikroorqanizmlərlə bağlıdır. Torpaqda yaşayan bütün canlılar torpağın münbit qatını formalaşdırır. Ümumiyyətlə belə bir termin var ekologiyada. Münbitsiz torpaq yoxdur. Hər torpağın azca da olsa münbitliyi var. Heç olmasa 1-2 mikroorqanizm növü o torpaqda yaşayır. Sadəcə o torpaqların formalaşdığı mühit, çünki torpaqlar ətraf mühitin amillərinin təsirinə görə formalaşır və biz torpaq tiplərini, hansıları ki, kənd təsərrüfatı torpaqlarına aid edirik, yaşayış məntəqələrin torpaq üzərində inşaatından danışır və digər torpaq sahələrindən danışanda biz torpağın münbitliyinin, o münbit qatına görə həmin torpaqları kənd təsərrüfatı torpaqlara ayırırıq. Və hətta nəinki torpağın münbitliyinin dərəcəsinə görə, hətta bitkinin tələbatından asılı olaraq həmin o bitki növünü həmin o torpaqlarla uyğunlaşdırmalıyıq. Və torpaqda yaşayan canlı orqanizmlər həmin o mühitin altında formalaşır. Mühitin təsiri nəticəsində formalaşır. Və biz nə qədər canlı orqanizmlərin qarşılıqlı əlaqələrini görsək, biz o qədər də həmin o torpağın münbit qatının qiymətləndirilməsini təmin edə bilərik və qeyd eləyə bilərik. Biz torpağın yaddaşından danışdıq. Torpağın yaddaşının silinmə prosesi də sözsüz ki var. Sual budur ki, kimyəvi gübrələr və pestisidlərin düzgün olmayan istifadəsi zamanı torpağın yaddaşı silinə bilərmi? Çox sağ olun Əli. Yox, torpağın yaddaşı silinmir. Çünki torpaq silinmə dedikdə mən burada dəyişiklikləri nəzərdə tuturam. Bəli. Bu dəyişikliklər gələcək nəsillərə hansı yöntəmlə, hansı izlə ötürülür, onu nəzərdə tuturam. Torpağın yaddaşı əsrlər boyu formalaşır. Yəni biz torpaqda dəyişikliklər görəndə biz o dəyişiklikləri bu günləri görürük və biz hardan bilirik ki, o dəyişikliklər baş verib? Həm bəlkə torpaq elə bu vəziyyətdə idi. Biz onu nə zaman görə bilirik? Keçmişə qayıdan zaman. Deməli o torpağın tarix boyu formalaşması var. 100 illər, 200 il, yəni o torpaq ətraf mühitin amilləri təsir nəticəsində formalaşır və bu yaddaş torpaqda mövcuddur. Sadəcə biz torpaqdan səmərəsiz istifadə edəndə həmin o torpaq sahəsinə aid olan amillər yavaş-yavaş tükənir və torpağın öz vəziyyətinə qaytarması üçün biz keçmişə qayıtmalıyıq və torpağın o zaman olan xassələrinə diqqət yetirməliyik. Sonradan o torpağa həmin o xassələri verib bərpa etmə proseslərini təmin edə bilirik. Torpaq da bütöv canlı orqanizmlər kimi onun da genetik strukturu var. Necə insanın genetik hüceyrələri, DNK-sı var. Eləcə də torpağın da öz genetik strukturu var. Və həmin o genetik strukturuna nəzər salsaq əgər, biz torpağın keçmişini, bugünü və gələcək proqnozları təmin edə bilirik. Cavabınıza bir uyğun bir sual vermək istərdim ki, intensiv əkinçiliklə müasir
əkinçilik arasında keçid olarkən torpaq hansı travmaları yaşayıb? Dəyişikliklər, o travmalar bərpa oluna bilərmi? İntensiv əkinçilik və müasir əkinçilik arasında böyük fərq var. Biz intensiv əkinçilik deyəndə biz həmin bitkinin tələbatını, torpağın yorulmamasını təmin edən tədbir kompleksləri görürük. Yəni adi sözlə desək, torpağa hansı qulluq bugünkü məqamda etməliyik? Biz həmin o qulluğu təmin etməliyik bu gün. Əgər biz digər sahələri desək, mütləq şəkildə o torpaqdan biz fayda götürməliyik. Güclə də olsa, o gücün tətbiq etməsi əlbəttə ki, torpaqda təbii amillərin yavaş-yavaş azalmasını biz görürük və bu da ekoloji hüquq baxımından cinayət hesab olunur. Niyə? Çünki biz torpağın təbii mühitini pozub onu sünni mühitə yönəldirik. Məsələn, belə deyim də, şəhərsalma zamanı torpaq örtüyü tamamilə yox olur, bilirik də, yəni betonlarla əvəz olunur. Bu süni olaraq unutdurulan yaddaş ekosistemində hansı boşluqlar yaradır? Buna nə deyə bilərik? Çox sağ olun Əli. Əslində bu torpaq sahələri yaşayış məntəqələri üçün ayrılır və insanın yaşayış mühitinin təmin etməsi üçün yaradılır. Torpaq öz yaddaşını heç vaxt itirmir və həmin o ərazilərdə də əgər biz binalar tikirik və yaşayış məntəqələri salırıq, zavod, fabriklər tikiriksə, o torpaq həmin o ərazilər üçün ayrılır. Bəli. Və həmin o ərazilərdə o yaşayış məntəqələri salınır. Və o demək deyil ki, o yaşayış məntəqələrində bitki örtüyü olmasın, canlı torpaq olmasın. O heç də elə deyil. Çünki hər bir yaşayış məntəqəsinin ortasında, belə deyək də, bir bağça görürük, bir park görürük. Yəni bunu mütləq təmin etmək lazımdır. Çox təəssüflə qeyd etmək istəyirəm ki, yəni Bakı şəhərində bir çox yaşayış məntəqələrində buna rast gəlmək qeyri-mümkündür. Tamamilə hər şey süniləşdirilib. Bəli, razıyam sizinlə, amma biz bunu da nəzərə almalıyıq ki, urbanizasiya prosesi, yəni insanların şəhərə axını sürətlə çoxalır. Şəhərdə balans saxlamaq lazımdır. Bəli. Şəhərdə balansın saxlanması üçün yaşayış məntəqələri salınmalıdır ki, insanlar o yaşayışla təmin oluna bilsinlər. Ona görə də yəni biz bu prosesləri əlbəttə ki, təmin etməliyik, amma insan orqanizminə və torpağa zərəri olmamış, yəni biz bunu təmin etməliyik və bundan da bu dövlətin icra edən bir layihəsidir. Yəni dövlət bunu icra edir və insanlar ancaq o zaman kömək etməlidirlər ki, həmin o yaşayış məntəqələrin salınmasında nəinki binalar, eləcə də ağaclar və parklar daim çoxalmalıdır ki, insanlar ondan həm fayda görsünlər, ətraf mühitin təmizlənməsinə görə, həm də ki, uşaqlar üçün də əyləncə bir sahələr olsun. Təşəkkür edirəm izahata görə. Çox sağ olun. Düşünürəm ki, torpağın yaddaşı mövzusuna tam fərqli bir, uzaqdan bir baxış oldu. Sonda isə dostlar, demək istərdim ki, torpaq yaddaşa yazır. Onun öz yaddaşı var. O yazır səssiz-səssiz, dərin-dərin. Heç nəyi unutmadan. Amma biz onun yaddaşına nə yazırıq? Həyatmı, yoxsa ölümmü? Unutmayaq. Torpaq bizim keçmişimiz deyil, məhz bizim gələcəyimizdir. Elə isə görüşənədək. Hələlik.